Əziz və dəyərli izləyicilər, sabah inşallah bizim 44 günlük Vətən müharibəsi şəhidlərindən olan dindar, dəyərli, əziz, qiymətli şəhidimiz olan Maarif Səfərovun cənnətdəki mövlududur inşallah. Allah o dünyasını versin, Allah rəhmət eləsin. Bizim dəyərli qardaşımız Allaha, dinə, ədəbə, mədəniyyətə yaxın olub. Allah həqiqətən hər kəsi şəhidlik zirvəsinə qaldırmır. Qaldıranda da nəsildən, tayfadan, qohumdan, əqrəbədən, küçədən seçir, ən dəyərlilərin, ən yaxşıların seçir, öz yanına aparır. Bizim dəyərli qardaşımızın inşallah sabahları mövlududur. Kim istəsə inşallah məclis Petrovka, Cəlilabad şəhər, Petrovka qəsəbəsinə Həzi Aslanov küçəsində yerləşəcək. İnşallah buyurub gələ bilərsiniz. Ayın 21 inşallah sabah. Allah bütün dünyadan köçənlərimizi rəhmət eləsin. Allah bütün dünyadan köçənlərimizi o dünyasını versin. Şəhidlər sərvəri İmam Hüseyin özü bizim şəhidlərimizin ağası olsun inşallah orada. Onlara yardımcı olsun, onların pənahında dursun. Allah özü İmam Hüseyinə xatir şəhidlərimizin yerlərini cənnət eləsin inşallah. Allah o dünyasını versin. Maarif bizim sahib seçilən dəyərli, əmmaməli Şeyx Elməddin kimi şəhidlərimizdən olub. Dəyərli qardaşımız, Allah o dünyasını versin.